Akıl Bakdadı kanalında sizə haqq gəldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam mənim əzizlərim, igid oğullarım, gül qızlarım. Yaxın əyləşin. Bugün Kövsər bacınız sizə nağıl boğçasından gözəl bir nağıl seçib. Bu gecənin nağılı Kiçik Yalanlar. Gözəl bir şəhərdə Samir adında bir oğlan yaşayırdı. Samir çox mehriban bir uşaq idi. Hamı onu çox sevirdi. Amma uşaqlar, nədənsə son zamanlar Samirdə pis bir vərdiş yaranmışdı. O bəzən özünü çətinlikdən qurtarmaq üçün yalan danışırdı. Bir gün anası ondan soruşdu. Samir, dərslərini yerinə yetirdin? Samir bütün gününü oyun oynamaqla keçirmişdi və hələ tapşırıqlarını yazmamışdı. Buna görə də tez cavab verdi. Bəli, ana. Anası gülümsəyib dedi. Aferin oğlum. Amma səhəri gün məktəbdə müəllim Samirdən tapşırıqlarını göstərməsini istədi. Samir çaşbaş qaldı. Bilmədi nə desin. Tez yalanı əl atmağı düşündü. Dəftərimi evdə unutmuşam, müəllimə. Müəllim şübhələnib Samirin anasına mesaj yazdı. Samir evə qaydanda anası kədərlə ona baxıb dedi. Niyə yalan danışdın, oğlum? Samir başını aşağı salıb heç nə demədi. Düşündü ki, bu sadəcə kiçik bir yalandır və heç bir problem olmayacaq. Amma o səhv edirdi. O bilmirdi ki, kiçik yalanlar sonra böyüyüb böyük yalanlara çevrilir. Bir neçə gün sonra Samir dostları ilə küçədə oynayırdı. Birdən onların topu qonşularının bağçasına düşdü. Top bağçadakı gözəl çiçəkləri sındırdı. O anda mehriban qonşuları Məhəmməd əmi çölə çıxıb uşaqlardan soruşdu. Bu topu bağçama kim atdı? Samir qorxdu ki, onu danlayarlar. Tez dedi. Mən deyildim. Amma balaca bacısı Nərgiz hər şeyi görmüşdü. O dedi. Topu Samir atdı. Məhəmməd əmi kədərlə dedi. Əgər əvvəlcə həqiqəti desəydin, sadəcə ehtiyatlı olmağını istəyərdim. Amma indi yalan danışmaqla mənə hörmətsizlik etdin. Samir özünü pis hiss etdi. Amma yenə düşündü. Heç nə olmaz. Bu sadəcə kiçik bir yalandır. Bir neçə gün sonra anası ona mağazadan çörək almaq üçün pul verdi. Yolda Samirin diqqəti dağıldı və pulu itirdi. O qorxdu ki, anası hirslənər və evə qaydanda dedi. Mağaza bağlı idi. Amma anası bugün səhər mağazaya getmişdi və mağazanın açıq olduğunu bilirdi. O, üzünü Samirə tutub dedi. Samir, həqiqətidir. Samir utanaraq başını aşağı saldı və etiraf etdi. Pulum düşüb itdi, ana. Nə qədər axtardımsa tapa bilmədim. Anası onun başını sığallayıb mehribanlıqla dedi. Oğlum, əgər əvvəldən həqiqəti desəydin, hirslənməzdim. Amma indi hər dəfə sən danışanda düşünəcəyəm ki, görəsən doğrunu deyirsən, yoxsa yox? Günlər keçdi və Samir başa düşdü ki, artıq heç kim ona inanmır. Hər dəfə nəsə dedikdə, anası, müəllimi və dostları soruşurdular. Doğru deyirsən? Bu dəfə yalan danışmırsan? O özünü çox pis hiss edirdi. Artıq həqiqəti dedikdə də heç kim ona inanmırdı. Bir gün o anasının yanına gəlib dedi.
Ana, istəyirəm hamı yenidən mənə inansın. Hamı artıq məni yalancı kimi tanıyır. Axı niyə belə oldu? Anası onu qucaqlayıb dedi: Əziz balam, sən yalan danışaraq insanların sənə olan etibarını itirmisən. İndi isə hər zaman doğru danışaraq həmin etibarı geri qazana bilərsən. Düz danışmaq həmişə ən yaxşı seçimdir, oğlum. Əgər səhv etsən, onu etiraf etmək yalan danışmaqdan daha yaxşıdır. O gündən sonra Samir sözlərinə, danışığına diqqət eləməyə başladı. Dilinə yalan gələn kimi özünü saxlayır, yalan danışmırdı. Beləliklə qısa bir müddət sonra bu pis vərdişindən əl çəkdi və yenidən yaxınlarının etibarını qazandı. O başa düşdü ki, yalanın kiçiyi, böyüyü olmur. Yalan hər halda böyük problemlər yaradır. Bəli, əziz balalar, yalan danışmaq dinimizdə ən böyük günahlardan sayılır. Həzrəti Peyğəmbər Əkrəm Salavatullah buyurmuşdur: Həqiqətən ən böyük günah dilin yalana adət etməsidir. Əziz balalar, bu nağılımızı da bəyəndinizsə, o zaman şəkil çəkib bizə göndərməyi unutmayın.